Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şayınoğlu deyib. Ekspert bildirib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İranın dövlət televiziyasına müsahibəsində Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün Xəzər beşliyini parçalamaq niyyətində olmaqda günahlandırıb. Stat. Lavrovun sözlərinə görə Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin birmənalı davamıdır. Stat. Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, Xəzər beşliyini parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır. Kreml, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə Lavrov kimilər vasitəsilə bunun tərsini sübut edirlər. Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb. Xəzəryanı, Azərbaycan, Qazaxıstan və Türkmənistanı qorxutmaq məqsəd daşıyır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu, həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 500 bir formatında əməkdaşlıq edir. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu, Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışır. Elxan Şayınoğlu'nun fikrincə burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun. Stat. Məsələ budur ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabər hüquqlu əməkdaşlığa üstünlük verir. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib. Sergey Lavrovun vurğuladığı Xəzər beşliyi bu hövzədə yerləşən ölkələrin müxtəlif mövzular üzrə əməkdaşlığını ehtiva edir. Bu siyasi hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı Xəzər beşliyinin birliyinə zərər vuran varsa, bu elə ilk növbədə Rusiyadır. Politoloq xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizində ekoloji vəziyyətin ağırlaşması barədə dəfələrlə açıqlama verib. Stat. Xəzərdə suyun səviyyəsi ilbəil aşağı düşür. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə suyun səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən Lavrovun Qərb Xəzər beşliyini parçalamağa çalışır açıqlaması ikrah doğurur. Statın sonu. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.